Şəhid pilot Rəşad Atakişiyevin doğum günüdür. Bugün Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu şəhid polkovnik leytenant Rəşad Atakişiyevin doğum günüdür. Rəşad Saləhddin oğlu Atakişiyev 7 yanvar 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. 2019-cu il iyulun 24-ü saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu polkovnik leytenant Rəşad Atakişiyev itkin düşüb. 2019-cu 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi 2-ci Fəxri Xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə hərbi pilot polkovnik leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib. Ailəli olub. Vətənə yadigar 2 evladı qalıb. Yaşasaydı 41 yaşını qeyd edəcəkdi. Allah rəhmət eləsin. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.